Respublikada çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün dövlət proqramı uğurla davam etdirilir. Bu məqsədlə Lənkəran rayonu ərazisində 1500 hektar sahədə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub. Rayonun müxtəlif ərazilərində çay üçün əkinə yararlı torpaq sahələrində sahibkarlar, ayrı-ayrı ailə kəndli fermer təsərrüfatları tərəfindən yeni çay sahələri salınıb. Hazırda Kolxida çay toxumları tinglik təsərrüfatlarda polietilen paketlərə əkilir. Əkilən toxumlara boy atıb tinglik sahələrə köçürülənə qədər xüsusi qulluq göstərilir. Çay plantasiyalarının suvarılmasında müasir tipli suvarma sistemlərindən istifadə edilir. Əkin sahələrinə yaxın ərazilərdə iri su tutarların olması fermerlərin işini suvarma sarıdan rahatlaşdırır. Bu toxumu 2-2 ona görə qoyuruq ki biz. Ola bilsin biri yananda biri qalsın. Toxum əkiləndən qoyulandan sonra üstünə torpaq örtəcək. Torpaq da örtüləndən sonra suvarılacaq. Suvarılandan sonra da oktyabr, noyabr ayında veriləcək sahaya, çay sahasındakı əkilməyə. Hardasa indi 35 hektara qədər bizim məhsul verən çay sahəmiz var. Hardasa 20 hektara yaxın elə bir yeni əkinimiz vardır. Biz çay toxumları əkmək üçün istəkanları doldurmuşuq. Yağış yağdırma yolu ilə axşamlar suvarlıq sahaları necə lazımdır. Beləncə axşamlar sahaları suvarmayın da çay məhsulunun yetişdirilməyinə bir xeyli təsir olur. Yığım elə bil hardasa biz başlayırıq may ayının 10-undan başlayaq, ta oktyabr ayının axırına qədər davam edirik. Hardasa bir 6 dəfə biz çay yığa bilirik.